Den gəlsin. 16, 17. Fiziki formatlaşdırma. Buna hələ ki tam olaraq keçməmişik, keçəcəyəm. Fiziki formatlaşdırma cığır və sektorlara bölünmədir. Məntiqi formatlaşdırma məntiqi disklərə bölünmədir. Sistem proqramları göstərilən sətri müəyyən edin. Sistem proqramları kompüterə lazım üçün. Mozilla Firefox baxış proqramıdır, sizə lazımdır. Opera həmçinin. Dilman Windows dərsini keçəcəyik. Promptdakı tərcümə. Cavab qaldı A variant. Disk cleanup utilitlərə daxildir. Nə eləyirdi? Lazımsız faylları təmizləyirdi. Aşağıda adı yazılmış proqramlarda nə demişdik? Sonu Commander, Gold, Shell, Navigatorla bitən proqramlar örtükləri idi. Elə oldu 1, 2, 5, 6. Bakı. 1, yox. 13-ə baxaq, keçir 19-a. Diskdəki boş sahələri taparaq aradan qaldırmaq üçün. Bax, boş sahə, boşluq tuşu nədir? Space. Tapdıq, space. Все, olur Bakı. O kompüterdə ortada boş işarə var ha, uzun. Bax, söhbət ondan gedir, həmin space tuşundan. Proqramlaşdırmada deyib bütün operatorları tərcümə eləyəndən sonra. Kompilyator var idi, interpretator var idi. Kompilyator komplet çevirirdi, interpretator hissə-hissə çevirirdi. Deməli olur, dadaş. Boş sahələri. Bu boş sahə dedim, klaviaturada var ha, boşluq tuşu. Onunla yadımızda saxlayırıq. Space-dir onun adı, space. Yəni, bax, misal üçün, gəlin, bunun şəklini tam olaraq göstərim. Buradan tapa biləcəyik. Diskdə misal üçün bomboş fayllar olur, yer tutan qovluqlar tutalım ki. Onları prosta ki silir, lazımsızdır. Telefonlarda keş yaddaşı təmizləyir, misal üçün bəzən. Bəli, odur. Yəni boş sahələr. Boş, belə deyək görək, tapamadıq burada. Misal üçün, burada. Məsələn, atıram, istifadə olunmur da, tutalım ki, elə deyil. Bunu silə bilərik. 7.6 megabayt bomboş yer tutur. Aydındır. Sonra 22. Məlumatların bazaya daxil edilməsi, yəni verilənlər bazasının idarə edilmə sistemləri. Python proqramlaşdırma dilidir. Unix əməliyyat sistemidir. Panda antivirusdur. Intel Soft tərcümədir. Bir dənə variant nə qalır? A variantı. Web sənədlərə baxış proqramlarıdır. Prompt, yenə getdik, tərcümə. Lotus, Excel-in xalası oğlu idi, biz buna demişdik. Nə idi? Elektron cədvəllər. Clipper, verilənlər bazası. Windows Explorer-da deyə bir şey yox idi. Bu Internet Explorer olmalı idi. Cavab qalır hansı? Nescafe ilə yadımıza saxladığımız Netscape navigator. Ay, elə. Nescafe navigator. Sonra 25. D biri səhvdir. Windows, MS Office paketləri bizim kompüterin üzərində gəlir, yoxsa biz yükləyirik? Bəli. Amma G variantına nə deyir? Standart proqramlara aiddir. Sonra 29. Fayl nədir? Fayl sözü gördüksə cümlə daxilində bir dənə söz axtarırıq. O da nə? Adlandırılmış sözü. Diskdə adlandırılmış hissələrdir. Yəni, hər hansısa bir faylı biz adsız yadda saxlaya bilərik? Xeyr. Bir dənə burada çaşdırdıqlarımız nədir? Qovluqların saxlandığı yer. Xeyr, tam əksidir. Biz faylları qovluqların daxilində saxlayırıq, elə deyil?
27-də bayaq antivirus deyil deyir. Baxaq. Avast antivirus, Avira antivirus, Kaspersky antivirus, Norton ONS adında da var antivirus. Cavab nə qalır? Oracle. Verilənlər bazasını idarə etmə sistemləri. Sonra yox, sualmaz. Deyin səhvlərinizi baxaq. 2. Başqa. Elə hamısına baxaq istəyirsiniz. Fərq yoxdur mənim üçün. Deyir, hesablama sisteminin işini və informasiya emalı prosesini idarə edir. Yəni, kompüter üçün lazımdır. Kompüterin işini həll eləyir də, belə deyil. Kompüterə lazım olanlar aid idi sistem proqramlarına. İkincisi, istifadəçilərə konkret məsələlərin həllində kömək edir. Yəni, sənə mənə lazımdır. Kompüterə yox da insana lazımdır. Olurdu tətbiqi proqramlar. Yeni kompüter proqramları yaratmaq üçün də istifadə olunurdu. Hansı? İnstrumental proqramlar. 1 oldu Bakı, 2 oldu Y, 3 də oldu A. Bəli. Yəqin sürüşdürmüsünüz onda. Aşağıdakıların hansı utilitlərə aiddir? Case texnologiyalara aiddir hara? Hara aiddir? Bəli, instrumentala. Ekspert sistemləri, örtüklər, servis yox, baza. Baza. Örtüklər baza, mətin prosesorları, tətbiqi. Cavab nə qaldı? C. Sonra səhviniz varsa deyin baxaq. 5-ə? Bəli. Müəyyən əlamətlərə görə qruplaşdırılıbdır. Sən də sonuncunu seç. Əməliyyat sistemi, antivirus, utilitlər. Hamısı aiddir hara? Sistem proqramlarına. Bax, servis yox, sistem. Gəlirəm, buradan baxıram. Qlobal kompüter şəbəkələri tətbiqi, üsul yönlü tətbiqi, proqram kompleksləri instrumental, inteqrallaşmış paketlər, daha doğrusu proqramlar, sistem. 3-ə də baxarıq. Cavab qalır nə? Şəbəkə əməliyyat sistemi. Hamısına baxaq, yaxşı. Bax, burada gəlirəm, əsas hissə buradır. Deyir ki, əməli yaddaşdan silinmir. 2 dənə var idi. Rezident, qeyri-rezident. Rezident əməli yaddaşda qalır, silinmir. Qeyri-rezident əməli yaddaşda qalır və silinir. Bu olacaq Bakı. 4-də. Deyir ki, yeni qurğuların qoşulması, o cümlədən mövcud qurğuların standartdan kənar istifadəçi üçün nəzərdə tutulub. Biz bir şey keçmişdik, qurğularla əməliyyat sistemi arasında əlaqə yaradırdı. Nə? Hansı proqramlar? Driverlər. Bunun bir dənə də mikrosxemi var idi. Mikrosxem nə idi? Bax, kontroller. Sonra? Aha. Hı. Bu yox idi, amma buraları var idi. Yeni qurğuların qoşulması. Bu cümlə yox idi, amma birinci cümlə var idi. Həm məntiqən də baxaq. Arxivatorlar nə eləyir? Sıxlaşdırır. Terminator nədir? Terminator nə idi? Nə idi? Torpaqlanma, bəli. İnterpretator funksiyası hissə tərcümə edir. Bəli, doğrudur. Standart proqramlardakı kompüterin öz üzərində gələn proqramlardır. Bir dənə hansı qalır? Driver qalır. Sonra 7.
Universal proqram paketləri, yəni universal hansıdır? Ümumi təyinatlı. B ilə başlayaq. B-də test proqramları var. Test proqramları hansına aiddir? Nəyə aiddir? Bəli, sistem proqramları doğrudur. Şəbəkə paketləri özü sistemdir ümumiyyətcə. Sistem proqramları özü ağzında deyir sistem proqramı. Y-də də ki, yenə test proqramı. Cavab nə qalır? A variantı. Baxaq. Deyir ki, tətbiqi proqramlar olan sətri seçin. B-də nəyi çıxırıq? Nədir Avira? Antivirus. C-də nəyi çıxırıq? Nədir benzin? Arxivatorlar. D-də nəyi çıxırıq? Semantik. Semantik nədir? Antivirus. Y-də nəyi çıxırıq? Backup. Nə idi backup? Bəli, utility. Cavab qalır A variantı. Oracle nədir? Verilənlər bazası. Word nədir? Mətin redaktoru. Counter Strike-ı da bilirik də yəqin ki, oyundur. Cavab qalır nə? A variantı. Başa düşdük. Sonra, aha, necə? 12. Quraşdırılması. 3 dənə ehtimal var idi orada. Birincisi endirilməsi idi. Endirilmə nə idi? Əla, internetdən sərt diskə. İkinci gəlirdi quraşdırma. Quraşdırma nə idi? Əla, xarici yaddaşdan sərt diskə keçirilməsi. Üçüncüsü də nə idi? Yüklənməsi. Yüklənmə nə idi? Əla, mükəmməl. Xarici yaddaşdan əməli yaddaşa yüklənməsi. Sonra 15. Xidməti proqramların yerinə yetirdiyi funksiyalar. Xidməti proqramlar, yəni servis. İstifadəçi interfeysinin təkmilləşdirilməsi 1. Bazadakı məlumatların çeşidlənməsi verilənlər bazasını idarə etmə sistemləridir. 2-ni çıxdıq variantlardan, qaldıq elə A variantında. Amma arxasına da baxırıq. Verilənlərin bərpası 3. Ekranda müxtəlif ölçülü təsvirlərin yaradılması çıxdı getdi tətbiqiyə. Kompüter virusları ilə mübarizə 5, mühafizə 6, arxivləşdirmə, arxiv açma 7. Kompüterin tətbiqi proqramları arasında qarşılıqlı əlaqə hansı proqramlara aid idi? Əməliyyat sistemləri. Baza. Sualımız var burada? Yoxdur ki sualımız. Yoxdur. Yəni o zaman Word-ün keçək 3-cü hissəsini. İlk iki hissəsi rahat idimi? Məncə də rahat idi. Səsiniz gəlmirsə rahatdır. Başlayırıq üçüncü hissəsinə nələr keçəcək? Design, layout, referans, review. Birincisi dizaynla başlayaq. Dizayn nədir? Bildiyimiz, yəni format atmadır, yəni özümüz üçün uyğunlaşdırmadır. Hətta bir dənə də Word açaq, ikisinin üzərində bir yerdə işləyək. Word. Dizayn. Dizaynda gördüyünüz kimi burada başlıqlar var. Nəyi necə yazmaq istəyirsənsə, istifadə eləmək istəyirsənsə seçirsən. Və bunun burada gördüyümüz kimi rəngləri var. Baxın, burada rəngləri var. Ürəyin hansı rəngdə istəyirsə seçə bilirsən. Burada temalar var. Ürəyin hansı temanı istəyirsə buradan seçirsən. Font var. Şriftin tipidir. Hansı ilə istəyirsənsə buradan seçə bilirsən. Ondan sonra effekt də var ki, burada gördüyümüz kimi keçidlər üçündür. Ən əsası buradır. Page background hissəsi. İmtahana ən tez-tez düşən budur. Watermark var. Watermark nədir? Bax, arxa fonuna yazacağımız müəllif hüquqlardır. Konfidensial nə deməkdir? Belə keçmisiniz.
e, qanunvericidə keçərsən. ISO gizliliyin qorunması üçündür. Biz də buna deyirik müəllif hüquqları. Müəllif hüquqlarını da buradan gəlib qoruya bilərik. Məsəl üçün, tekst yerində konfidensial sözünü silirik. Buradan məsələn yazırıq Sənan Cabbarlı. Buradan gəlib bunu biraz tünd edirik ki, gözümüz daha yaxşı görsün. OK basan kimi bax görsünüz. Arxa fonda sırasına gəlir, Sənan Cabbarlı yazısı gəlir. Sonra gəlib page color. Page color nədir? Səhifənin arxa rənginin dəyişdirilməsidir. Və buradan istədiyin rəng ayarlarını seçə bilirsən. Niyə hal-hazırda bu qədər rəng gəlir? Səbəbi buradandır. Mən məsələn buradan rəngi dəyişdirsəm, gördüyünüz kimi burada fərqli rənglər də gəlmiş olacaq. Kimsə desin əlini qaldırdı orada. Aha. Watermark'a girdik. Buradan custom watermark var ha. Ora girdik. Buradan text watermark'ı seçdik. Textin yerinə gəldik. Yazdıq Sənan Cabbarlı. Sonra OK bastıq, gəldi. Sonra gəlir nələrimiz var? Page border'ımız var. Page border nədir? Arxa fonun, belə deyək, sərhədlərə alınmasıdır. Məsələn, buradan custom seçək özümüz üçün. Özümüz üçün uyğunlaşdıraq. Əlimizi qaldırmayın, elə promoy sual verin, fərqi yoxdur. Aha. Nəyi? Loqonu da var. Bir saniyə. Buradan bax, picture watermark var ha. Picture-a giririk. Buradan select edirik. Hara yerləşdirmişsə həmin şəkli gəlib seçirik, yerləşdiririk. Prosta ev ki, mənim kompüterdə hal-hazırda heç bir şey yoxdur, şəkil olaraq yerləşdirəm. Aydındır? O daha maraqlıdır. Hə, page border-sa girdik buradan, ürəyimiz istəyən borderları əlavə eləyə bilirik. Gəlin bir dənə şəkil əlavə eləyək hətta. Bir dəqiqə. Misal üçün, hansını yeyək daha yaxşı oyarsənsə. Ulduz yeyək. Necə? Aha. Hayır, yoxsa home? Home. Home borders. Ondan sonra gəldik buradan dizaynla qurtardıq. Dizaynla nə elədik? Səhifəmə qəşəng vid fason vermiş olduq. Gəlirik layout-a. Layout-da başlayırıq page setup hissəsi ilə. Page setup hissəsi nədir? Mərgin var. Kənar boşluqlarını tənzimləyirik. Yəni mətn hansı hissədə yığılmasını istəyiriksə, buradan idarə edirik. O bədii kitablar falan oxuyuruq ha. Orada görürük də hər bir səhifə eyni hissədə yazılıbdır. Hamısını buradan tənzimləyə bilirik. Baxın, məsələn, buradan gəlsin. Bu, burada görsəz sırası dəyişir. Kursorun durduğu yer sırası dəyişmiş olur. Gördüyünüz kimi. Nəysə, normal qoyaq. Orientation səmtləşmədir. Düz bucaqlı şəklində mi olsun, yoxsa yatay modda mı olsun? Buradan seçirik. Yəni, biri portretli, bir də landscape sayılır. Biz təbii ki, portret istifadə edirik. A4-ü düz tutanda istifadə edəcəyimiz hissədir. Sonra gəlir size vərəqin ölçülərini buradan tənzimləyə bilirik. Misal üçün, A3 formatına edirik, daha da böyümüş olur. Gördüyünüz kimi. Və yaxud da ki, girik buradan A4 formatına edirik, biraz kiçildirik. Və yaxud da ki, ürəyiniz hansını istəyirsə də buradan özümüz custom-da təbii ki də yerləşdirə bilirik. Ondan sonra gəlir page column. Column nədir? Biz misal üçün tutalım ki, buradan yazıram salam. Gəlirəm buradan columns əlavə edirəm. Column sütunlara bölmək üçündür. Misal üçün işlədiyiniz PDF-lər, daha doğrusu quizlər görürsə 2 hissəyə bölünüblər. Bax, bunu 2 hissəyə bölürəm. Gəlirəm buradan arasındakı fərqi yerləşdirirəm. OK basıram. İndi buna baxın. Tez gəlsin. Sıraz ən aşağı düşən kimi biz bunu A4 qoyduq. Səhifəsini çox böyük qoyduq. Amma da gətirə bilərdik, prosta ki. Bax, görürsünüz, sırazı gətirdik, ortasında oxu qoymuş oldu. Bu sayızı çox böyük qoymuşuz. Neyse. Gəlib bu tərəfində də sağ ol yaza bilirik, yazsa. Bəli.
Hı hı. Hı hı. Eyni necə yerləşmişiksə elə. Necə? Yo, yo, elə burada misal üçün belə qoymuşuq. Ha, bax bu cür. Tapda da dümdüz belə çıxacaq. Bəli, bəli. Başda. Ondan sonra keçirik break hissəsinə. Break hissəsi nədir? Mən məsələn burada yazıram salam, yanında da sağ ol. Orientation-ı düzəldək. Mən istəyirəm ki, bu salamla sağ olun arasında bir dənə səhifə boş qoyaq. Baxın, gördüyünüz kimi sağ ol sırazı gəlib düşür. Hara? Ən aşağıya. Sağ ol desək. Ondan sonra line number, line nə deməkdir? Sətirlərin nömrələnməsidir. Hyphenation-dakı hecadan hecaya keçirilməsidir, sətirdən sətrə. Gəlirik əsas bax burdadır söhbət. Paraqraf. Paraqrafı biz iki yerdə görəcəyik. Bir paraqraf indi keçdiyimiz layoutdaydı. Bir paraqraf da hardaydı? Home'daydı. Amma layoutda keçəcəklərimizin hamısının yanında nə var? Rəqəm var. Bax, 4 dənə əmrdən ibarətdir və hər birinin yanında rəqəm var. Amma Home-da hər hansısa bir rəqəm görə bilirsiniz və 4 əmrdən çoxdur. 3, 5, 6, 7, 11, 12, 14, 14 dənə əmrdən ibarətdir. Nədir buradakı left? Soldan boşluğunu tənzimləyir. Bax, soldan. Görürsünüz, özü sola aparır. Və yaxud da ki, geri qaytaraq bunu. Geri qaytardıq. Və yaxud da ki, sağdan boşluğunu da tənzimləyə bilərik. Biz bunun indi sağda heç yazmamışıq deyə düşünür. Məsələn, gətirək buralarda bir şey yazaq. Sağdan boş. Gördüyünüz kimi bax, buradan boşluqlarını tənzimləyə bilirik. Sonra yuxarıdan, yəni ən üstdən və yaxud da ki, bir-birləri də arasında məsafəni buradan tənzimləyə bilirik. Gətirək qoyaq bura misal üçün. Düzəlsin inşallah. Bax, gördünüz? Özləri arasında boşluqları tənzimləyirik. İndi bunları silək, bunlar bizə lazım deyil. Yəni boş səhifə qalsın bizim üçün. Gələk buradan insert-ə. Insert-dən bir dənə fiqur əlavə edək. Tutalım ki, bu. Hətta insert-ə girək, bir dənə də fiqur əlavə eləyək. Məsələn, bu. Gəlsin belə. Bu ikisi qalsın burada. Bu ikisini bir dənə rəngləyək. Məsələn, belə bir şey qalsın. İndi girirəm buradan layout-a. Layout-da gəlirəm position. Position onun harda səmtləşəcəyini, harda yerləşəcəyini ölçür. Bax, məsələn, bura. Görürsünüz, gəldi hara? Ən aşağıya. Position-ı gətirirəm təbii ki, yuxarıya, qalsın gözümün qabağında. Wrap text var. Mətnin harasında istəyirsənsə, orası üçün tənzimləyə bilirsən. Bax, istədiyin yerə daşıya bilirsən gördüyün kimi. Bring forward, bring back var. Bu 2025-də, yəni keçən il noyabr ayında imtahan açmış. Bax, indi heç yerə aparamıram görürsünüz. Necə qayıt yerinə sən? Qayıt yerinə. Bax, indi mən gətirirəm bunu. Bunun üstünə gətirim. Məsələn. Hal-hazırda gördüyünüz kimi sarı, mavinin üstündədir. Amma mən bura send backward eləyərək burada hər şey qatdıq bir-birinə. Hə, indi düzəldi. Bax, bring forward nədir? Önə gətirməkdir. Orada da yazılmışdı ki, BB imtahanına düşmüşdü. Noyabrın 6-sı idi. Yazmışdı ki, hansı əmr vasitəsilə obyekti digər obyektin üzərinə çıxara bilərik. Bring forward idi. Geriyə də apara bilərik hansı ilə? Send backward. Selection pane əmri vasitəsilə home-un selectinin
selection pane hissəsi eyni şeydir. Burada nə idi? Əsas özəlliyi obyektləri gizlədə bilirdik. Eyni əmrdə harda var? Burada gəldik layout-a. Layout-un arrange əmrinin selection pane əmri vasitəsilə. Align hissəsi gəlir, səmtləşmədir. Hansı tərəfə aparacaqsansa onu buradan ölçürsən. Misal üçün, ən sola gətirsən, sağa gətirirsən, mərkəzə aparırsan və s. Ürəyin hara istəyirsə, qrup vasitəsilə qruplaşdırırıq. Rotate vasitəsilə də effektlər, ayna effektlərini verə bilirik gördüyünüz kimi. Layout hissəsi də qısa konkret bu qədəri idi. Ondan sonra gəlir referans. Referans istinad deməkdir. İstinadların hər biri buradadır. Nələrimiz var istinad olaraq? Table of content var. Table of content bilirsiniz nədir? Mündəricatdır. Mündəricat nədir? Misal üçün, nəyin neçənci səhifədə olduğunu bilmək üçün gəlib mündəricata baş vururuq da. Bax, burada istədiyin tip mündəricatı seçə bilirsən. Misal üçün, bunu seçdik. Biz burada tutalım ki. Gəlin bunu buradan sağ olu silirəm. Bax, istədiyin səviyyəni də təkrar əlavə eləyə bilirsən buradan. Add text vasitəsilə. Misal üçün, level 3 əlavə eləmək istəyirsən. Və yaxud da ki, buradan update də eləyə bilirsən. Buradan təkrar seçə bilirsən. Qısa konkretdə desək, mündəricatı hardan düzəldirik? Table of Content-dən. Qısa yolu da F9-dur. F9. Bax, düzdür, axırıncı hissəsində yazmışam yazmağına. Mündəricatın düzəldilməsi. Amma yenə də indidən deyim. Sonra gəlir footnote. Bir dənə bunun adını oxuyun. Nədir? Footnote. Bir də burada insert-də var idi nə? Footer. Bizi ən çox, ən tez çaşdıracağı hissə budur. Deyir ki, footnote vasitəsilə, bax, buradakı footnote vasitəsilə bizi colon title əlavə eləyə bilirik. Xeyr, colon title əlavə elədiyimiz hansı idi? Footer idi. Footnote nədir? Məsələn, mən gətirəm, burada yazıram. Salam, Sənan müəllim. Mən tutalım ki, bilmirəm bu Sənan müəllim kimdir, elə deyil. Mən gəlirəm buradan referansdan, bunun üzərinə bir əlavə eləyirəm. Burada gətirəm, yazıram ki, Sənan müəllim bizim Edu məsələndə burada bilirəm. Bax, nə oldu? Burada bilmədiyin sözü gətirdin aşağıda istinad verdin. Sənan müəllim burada bilmirəm kimdir. Sənan aşağıda izah edirəm. Sənan müəllim bizim Edu kompaniyada məntiq müəllimidir. Burada bilmirəm. Aşağıda bilirəm. Aydındır, footer nə deməkdir? İstinad deməkdir. Insert endnote təkrarını əlavə eləməkdir. Next footnote, yəni bir varsa artıq ikincisini əlavə eləyir. Show notes-dakı hamısını ən aşağı hissədə bizə göstərməyi təmin eləyir. Ondan sonra gəlir station and bibliografi. Bibliograflarda bilirik də nədir? Bibliograf nədir bilirik? Bilmirik kim. Bibliograf magistrda falan ya şeydə universiteti bitirəndə yazmamısınız diplom işi. İstinadlardır, müəllif hüquqlarıdır. Kimin belə deyək məqaləsindən istifadə eləmişsinizsə, hamısını bircə mütləq şəkildə vurğulamalıydınız da, bildiyiniz kimi. Bu onun üçündür. Bibliografiyalar. Stili də ki, magistr oxuyursunuzsa və yaxud da ki, oxumusunuzsa hər zaman APA ilə yazacaqsınız. Ondan sonra gəlir insert caption hissəsi. Insert caption başlıq əlavə edir. Məsələn, şəkil 1. Tutalım ki, şəkillərdir, videolardır, obyektlərdir və yaxud da ki, hər hansısa sənin əlavə elədiyin bir hissədirsə, onları adlandırmaq üçün, onlara ad vermək üçün insert caption-dan istifadə etsən ki, caption sözünün özünün də mənası onsuz başlıq deməkdir. Və yaxud da ki, bax, şəkilləri yaxınlaşdırıram. Burada nədir? Yuxarıda şəkil verib, onun altında nə olduğunu adlandırıbdır. Bax, burada da bir şərt daxilində sən həmin fiqura bir ad verə bilirsən, misal üçün. Update-dəki həmin verdiyin adı dəyişdirirsən. Cross-reference-ında biz burada keçmişdik insert hissəsində.
Cross-reference nə idi? İstinadlar verirdi. Çarpaz istinadlar verirdi bir-birlərinə. Sonra gəlir mark entry. Mark entry nişanlamaq üçündür. Qısa yolu Alt Shift X-dir. Qısa yoluna bunun ehtiyac yoxdur. Mark Station'dakı əlavə elədiyin müəlliflər haqqında bildirişləri bir-bir müəlliflərin hamısını əlavə eləmək üçündür. Ondan sonra gəlirik reviewing hissəsinə. Review hissəsində nələrimiz var bizim? Review hissəsində proofing var. Məsələn, imtahanda düşür ki, proofingin əmrlərinə aid deyil. 3 dənə əmrimiz var normalda, sizdə bu yoxdur. Spelling and grammar var, orfoqrafik səhvlərdir. Orfoqrafik səhvlər qırmızı dalğalıdır, qrammatik səhvlər amma mavi dalğalıdır. Scissors-ı sinonimlərin tapılmasıdır. Sinonimlər nə üçün istifadə olunur? Mətn daxilində təkrarların qarşısını almaq üçündür. Qısa yolu Shift F7-dir, tez-tez düşür. Və nəhayət sonuncusu word count-dadır ki, sözün, daha doğrusu, sənin sənədin daxilində nə qədər söz falan olduğunu sayır. Onun digər qısa yolu da, baxın, aşağıdadır. Burada. Hal-hazırda neçə sözümüz var? 51 sözümüz vardır. Ondan sonra gəlir read aloud. Ucadan oxumaq üçündür. Məsələn, mən deyirəm ki, ya bunu ucadan oxu. Davam elə. Gördüyünüz kimi hamısını bircə-bircə oxumaq üçün də belə bir seçim eləyə bilərik. Yükləmək. Necə yükləmək başa düşmədim. Qayd eləmək mən bilən olur. Olmalıdır. Çünki əqli qüsurlu insanlar üçün istifadə olunmalıdır. Yox. Hələ ki o qədər inkişaf eləməyib. Məsələn, tutalım ki, ya bunun yerinə type-ın yerinə yazaq. Sənə İndi bax, bunu oxudaq, görəcəyik. Ələri, üləri tanım beçini. Ancaq ingilis aksanı ilə. Check accessibility asan əl yetərlilikdir. Yəni, yenə deyirəm, daha çox körlər üçündür. Amma əqli qüsurlu insanlar deyirik biz buna, məhdud imkanlı şəxslər. Translate tərcümə üçündür. Translate istədiyin hissəni də tərcümə edə bilirsən, ümumi sənədi də tərcümə edə bilirsən. Language barı dili dəyişdirirsən. Ondan sonra gəlir comment. Commenti biz burada yalnızca bir əmrdən ibarət olaraq keçmişdik, comment əlavə etmək. Amma burada, reviewda gördüyünüz kimi 1, 2, 3, 4, 5 dənə əmr var. Yeni comment əlavə etmək, əlavə elədiyin commenti silmək, previous əvvəlki commentə baxmaq, next sonraki commentə baxmaq, show commentsdəki hamısını bir-bir listlənmiş şəkildə sənə sağ tərəfdə göstərir. Məndə hal-hazırda aktivləşmir. Niyə aktivləşmir? Çünki heç bir birincisi aktivləşməmişdi. Hal-hazırda gördüyünüz kimi bizdə heç bir komment yoxdur. Məsələn, əlavə eləyək, tutalım ki, bura əlavə eləmək istəyirsən, nə bilim, ürəyin nəyi istəyirsə. Ondan sonra gəlir markuplarda filtrləmədir, bu boş şeydir, əsas trackingdir. Tracking nə deməkdir ingiliscə? İzləmək deməkdir. Məsələn, sən tutalım ki, bir neçə müəllif bir Word üzərində işləyir. Bu daha çox aid dissertasiya işinə. Universitet, misal üçün, magistr bitirmisinizsə, orada istifadə edirdiniz. 5 nəfər tutalım ki, bir dənə dissertasiya işi hazırlayırdı. Bu 5 dissertasiya işinin üzərində bir nəfər tutalım ki, gətirib sənin hissəvi də dəyişə bilərdi və yaxud da ki, başqasının hissəsinə də girə bilərdi. Buradan dəyişiklikləri izləyirdin və yaxud da ki, dəyişiklikləri qəbul edə bilirdin və yaxud da ki, dəyişiklikləri ləğv eləyə bilirdin. Previous əvvəlkinə baxırsan, next sonrakına bir-bir baxmaq üçündür. Compare-dəki əvvəlki hissəndən indikini müqayisə edirsən. Sonra gəlir protect.
Biz protect qoymağın əvvəlcə də iki yolunu keçmişdik. Hardaydı onlar? Aha, bir də yox. Əla, save as-də. Qısa yol nə idi save as-in? Əla, F12. Digərində keçirik hardaymış? Review-nun protect əmri vasitəsilədir. Və nəhayət sonuncu bir əmrimiz var. Tutalım ki, ekranda belə bir şey yazırıq. Tutalım, belə bir şey. Mən deyirəm ki, sən bunu gizlət. Amma orada qalsın. Bax, hal-hazırda heç nə görmürük. Amma hiding-i geri qaytaranda qayıdır. Gizlətdik, getdi. Orada olur, amma biz görmürük. Oradadır, amma biz görmürük. Aydındır? Sualımız var? Yoxdur? Nə qoşmuşam? Hə, bu. Read aloud. Ucadan oxuma. Sonra sualımız var. Hansı Magnifier? Magnifier şeydir, səsli ifa. Bilmirəm haranı. Bu necə? Check accessibility. Magnifier odur, səsli ifa. Sualımız var burada. Yoxsa yəni mən sizə suallar verim bu səfər. Bircə saniyə mən yeri aşağı götürüm. 1.15-i. Bəli, bəli, hamısını ezbər yadda saxlamalıyım. Sonra başqa? Baxın, birincisinə. Nə deyir bizə? Footnotes nə üçündür? Kolon titul yaratmaq. Mən sizə dedim, nə üçün idi footnotes? Əla, isnad vermək. Bilmədiyim bir söz haqqında gətirib aşağıda məlumat vermək. Drop cap. Özü onsuz burada deyir də nə ilk hərfi böyüt. Amma burada nə deyir? İstiqamət vermək üçün. Yəni bu biraz məntiqən də 2-ni onsuz çıxa bilirdik. 1-də çıxdıq, qalır 3, 4.
Klaviaturda olmayan işarələr simvol əmri ilə. Bəli, hansı tabda yerləşirdi bəs? Insert-də. Bir də ki, deyir, mətnin eyni fraqmentlərini redaktə etmək üçün home replace, bəli, yer dəyişmə əmri vasitəsilə idi. Qısa yolu nə idi replace-in? Replace-in qısa yolu nə idi? Ctrl H, H. Bəli. Ctrl C nə idi? Go to. Bəli. Ctrl C. 17-ni yazın görək. Bir də səni uzaqlaşır. Aha. Nə tez yazdı? Ctrl H. Doğrudur, əla, dalaşdı. İndi baxaq. Belə çəkək. Hər kəs üçün baxaq. Deməli, hər nöqtəli vergül, bax, hər nöqtəli vergül bir xananı bildirir. Bunları çəkdik. Neçə dənə sütunum var? 4 dənə. Hansı sütunlardır? Şəhər, sonra gəlir malın adı, sonra gəlir ay və nəhayət sonuncusu satılıb. Düşürəm aşağıya. İlk xanam nədir? Bakı. 2 dənə nöqtəli vergül arasında boş sahə var. Deməli, heç nə yoxdur. Sonra gəlir yanvar, sonra neçə dənə satılıbmış? 5 dənə. Düşürəm yenə aşağıya, o bir sətrimə. Sumqayıtdan başlayıram. Stul gəlir, fevral gəlir, 6 gəlir nəhayət sonuncusu. Və nəhayət ən sonuncusu Gəncə. Bax, nöqtəli vergüldən sonra promoy mart gəlib. Deməyin ki, malın adıdır, ay ola bilməz. Ola bilər də gördüyümüz kimi. Ay 3 dənədir, satılıb heç nə qədər. Bizdən ikincini soruşur. Malın adı boşluq, stul, mart. Bəli, doğru idi, D variantı idi. Ondan sonra yazırsınız. Burada məsələlər var idi. Birinci 52-ni yazın. Öz telefonunuza yaxınlaşdıra bilirsiniz. Əlli iki.
Dəqiqə bir nəfər yazmışdı kimiydi o? Sevil bir də bax. Doğrudur. Bizə nə soruşur? İvan, cütlər hansı aralıqda 2-dən 5-ə, 7, 9, 12. 2-dən 5-ə qədər 2, 4. 9-dan 12-yə qədər 10, 12. Cəmsi 4 dənə rəqəm var imiş. Bölürəm 2-yə. 4-ü böldüm 2-yə. Düşür 2. Sonra nə deyir? One side. 2-ni 1-ə böldüm. Düşür 2. Kopya side nə qədərdir? 3 dənə. Ayırır neçə? 6. C. Yazırsa 56-nı. Doğrudur. Burada nə soruşur? O, D, D. 3 simvoldan ibarətdir təkləri. 1, 3, 5, 7, 11, 19, 21, 23, 25. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə səhifədir. 9-u bölürəm 4-ə, düşür 3. One side 1-ə bölürəm 3. Kopya sayda 5-ə vuran neçə eləmiş olur? 15. Əla. 64-ü yazırsınız. Baxaq görək, yarı 40 tapdı, yarı 20.
Nə deyir? 30 səhifədən ibarətdir və burada even soruşur. Cütləri 30-un yarısı 15. 2 page per sheet-dir. Böldü 2-yə. Düşdü 8. Burada both side-dir. Yenə bölürəm 2-yə. 4. Və kopya sayı nə qədərdir? 5. 4-ü 5-ə vurduq neçə eləyir? 20. Bu qədər. Sualımız var. Hə. Aha. Fərqi yoxdur. Əla. Bəli. Hər zaman. Yox, yox. Yox. Demişdik axı, misal üçün biz girdik şeyə, kserokopya yerlərinə. Onlardan şey istəsək, kopya istəsək bizə neçəsini verəcək? Bir söz də keçsə o bir tərəfə. Bir dənə əlavə. Əla. Sualımız var. Yoxdur. Yox, yox. Hələ bir də var. Əsas gələn dərsdir.